Yeni limitə niyə ləğv olunduğu, Azərbaycanlı gənclərə şans verilsin deyənlər buyurun baxın. Qəbələ FK hər oyuna əsas heyətdə 5-6 yerli futbolçu ilə çıxır. Bu da nəticəsi. Göstərsin həmin o gənc Azərbaycanlı futbolçu bacarığını. Qarşısını kəsən yoxdur ki. Yerli oyuncular bir tərəfə Qəbələnin legionerlərinin də bir neçəsi gözləniləni vermir. Yalnız Jaime Sierra, Adriel Balua və İshak Amuanı müsbət mənada fərqləndirmək olar. 2 il əvvəl Qanadan Qəbələnin U19 komandasına cəlb edilən Prince Owusu isə özünü futbolçu kimi inkişaf etdirsə, mövsümün kəşflərindən ola bilər. 16 turda Kəpəzlə yanaşı ən az gol vuran komandadır Qəbələ. 11 golun 4-ü isə məhz Prince Owusunun hesabındadır. Baş məşqçi Kakabel Skadadze bir neçə dəfə yay transferlərində səhvlərə yol verdiklərini etiraf edib. İndi həmin səhvləri qismən düzəltmək üçün Qəbələnin bir ay vaxtı var. Xüsusən də hücuma vuran ayaq lazımdır. Yoxsa Kəpəz və Karvan Yevlaxla liqada qalmaq uğrunda rəqabətdən qalib ayrılmaq çətin olacaq.